Salam, hər vaxtınız xeyir olsun, hörmətli Qərb Azərbaycan televiziyasının izləyiciləri, hörmətli Müzakirə Vaxtı proqramının tamaşaçıları, sizin hər birinizi proqramımızda xoş gördük. Bugün bizim proqramda sizi narahat edən, sizin bizə ünvanladığınız suallara şərh etmək üçün çox dəyərli və tanınmış bizim siyasətçi, ictimaiyyətçi, millət vəkili Sevil xanım Mikayılovadır. Sevil xanımı siz həm də beynəlxalq səviyyədə, eləcə də ölkə səviyyədə bir tanınmış ekspert kimi, politoloq kimi tanıyırsınız və ona görə də sizin bizə ünvanladığınız suallar əsasında biz istəyərdik ki, bugün Sevil xanım o sualları şərh eləsin. Sözsüz ki, ən çox ünvanlanan və necə deyirlər, fikirlərinin öyrənilməsini istədiyiniz məsələ bugün 10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. Bildiyimiz kimi Birləşmiş Millətlər Təşkilatı yaranandan sonra 1948-ci ildə insan haqları haqqında insan haqları beynəlxalq bəyannamə qəbul olundu. Birləşmiş Millətlər Təşkilatı tərəfindən sözsüz ki, və bu bir daha bu bəyannamənin qəbul edilməsi insan haqlarının bir bəşəri dəyər kimi bütün dünya ölkələrinə necə deyirlər bir növ mesaj verildi və BMT-nin o zaman 50 üzvü bu sənədi, bu deklarasiyanı bir imperativ sənəd kimi qəbul etdi və ondan bir neçə il sonra isə, daha doğrusu 1950-ci ildən başlayaraq məhz sənədin qəbul olunduğu günü 10 dekabrı insan haqları günü kimi, beynəlxalq gün kimi BMT qəbul etdi və bütün üzv dövlətlər də o 1950-ci ildən və elə başlayaraq bu günə qədər insan haqlarının durumu dünyada necədir, ölkələrdə ayrı-ayrı necədir, dövlətlər, hökumətlər bu götürdüyü öhdəliklərə necə diqqət göstərir. Əslində ölkələr, xalqlar indi son illərdə sual verir ki, bu beynəlxalq sənədi qəbul edən beynəlxalq təşkilatlar öz qəbul etdikləri bu sənədə nə qədər hörmət edirlər, nə qədər o sənədlər təsbit olunmuş, necə deyirlər, məsələlər necə deyirlər, həyata keçirilir və bu beynəlxalq təşkilatlar bunun monitorinqini keçirdirmir. Burada nə qədər hesabatlıq var, nə qədər məsuliyyət var və bu sənəd məhz bizim Azərbaycanda bugün son illər ən çox danışılan mövzulardan, problemlərdən biri olan Azərbaycan xalqının, Azərbaycanın hazırda vahid strateji bir ideyasına çevrilmiş və dövlətimizin siyasəti, strateji siyasətinin bir xətti kimi Qərb Azərbaycana qayıdış konsepsiyasından eyni paralel səslənir. Ona görə də bugün bizim elə hörmətli qonağımızı da öncə sizə təqdim mən qonağımızı sizə belə tanıtdım, amma Sevil Mikayılova millət vəkili, bir daha deyirəm, çox tanınmış, həm yerli, milli səviyyədə, həm beynəlxalq səviyyədə tanınmış ekspert politoloqdur. Biz bugünkü qonağımıza da Sevil xanım xoş gəlmisiniz. Bizim dəvətimizi qəbul etdiyinizə görə bugün biz sizə bax bu kontekstdə sual verəcəyik ki, bugün bəli 10 dekabr insan haqları günüdür. Belə beynəlxalq dünya günü kimi, beynəlxalq gün kimi qəbul olunur. Hər il ölkələrdə bununla bağlı müxtəlif həm vətəndaş cəmiyyəti qurucuları, həm hökumətlər müxtəlif tədbirlər keçirilir. Və bax biz elə bu sənəd və bizim 30 neçə ildə, 30 ildən artıq müstəqillik illərində əvvəlcə qaçqın və məcburi köçkünlərimiz Qarabağdan qovulmuş, biz didərgin salınmış məcburi köçkünlərimiz. Bax, bu ötən illərdə bu sənəd bizə bir şeydə kömək etdimi? Ona da qısaca bir ekskurs edin ki, yəni ki, Birləşmiş Millətlər Təşkilatı bu sənədi qəbul etdi, amma insan hüquqlarının necə deyər, sayğı, insan hüquqlarının bəşəri dəyər kimi, necə deyərlər, hörmət olunması, pozulduğu halda beynəlxalq təşkilatlar, xüsusilə də BMT buna nə töhfə verdi, nə dəstək verdi? Yoxsa Azərbaycan hökuməti o deklarasiya bir şərəf qazandırdı. Yəni ki, Qarabağ müharibəsində torpaqları azad etməklə. Bax, istərdim buna bir qısa cavab verəsiniz, sonra Qərb Azərbaycan qaçqınlarının bax bu beynəlxalq hüquq çərçivəsində pozulmuş hüquqlarından danışasınız. Buyurun, söz sizindir. Çox təşəkkür edirəm Məlahət xanım. İlk növbədə dəvətinizə görə həm sizə,
həm də ki, televiziya rəhbərliyinə özlərini təşəkkürümü bildirmək istəyirəm ki, belə çox vacib, həqiqətən də universal dəyərlərin qeyd olunduğu bir gündə məni dəvət etmisiniz və biz hər birimiz üçün, hər bir Azərbaycanlı üçün, nəinki Azərbaycanın sinirlərində, Azərbaycanda yaşayan, dünyaya səpələnmiş bütün Azərbaycanlılar üçün çox ağrılı bir məqam olan Qərbi Azərbaycanlıların, bizim əziz soydaşlarımızın, hansıların ki, elə insan hüquqları, fundamental insan hüquqları artıq 30 ildən artıq bir müddətdə pozulub və dünya birliyi də buna susqun qalıb. Və o halda baş verir ki, sizin geniş təqdimatınızda insan haqları, fundamental insan hüquqlarının qorunduğu bir gün də bəli, təsis olunubdur Birləşmiş Millətlər Təşkilatı tərəfindən və mən bir əlavəni də edəcəm sizin söylədiklərinizə. Bu sənəd 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi ilk universal sənəddir. Və o da fundamental insan haqlarına həsr olunur. Amma gəlin biz bugün dünyada baxaq. Proseslərə, konfliktlərə, qanlı qarşı durmalara nə qədər insanlar elə insan haqlarının pozulmasından əziyyət çəkirlər. Bu məişət səviyyəsində də baş verir. Etnik səviyyədə də baş verir, millətlər səviyyəsində də baş verir, müxtəlif kolonial siyasətlər nəticəsində də müxtəlif biz bölgələrdə, coğrafiyalarda insanların həqiqətən də elementar insan haqlarına məhrum olduqlarını görürük. Amma çox təəssüflə qeyd edir ki, bəzən bəli, imperativ qərarlar, konvensiyalar qəbul olunur, ancaq onların real praktikada həlli məsələsində biz geriləmələrlə rastlaşırıq. Və elə Qərbi Azərbaycanlıların bugünkü vəziyyəti də həmən o rakursdan məhz baxılmalıdır. Mən istəyərdim biz qayıdaq elə o illərə, 87-ci il. Qanlı qarşıdurmanın yaşandığı. Biz hələ o zaman bilmirdik ki, ermənilərin Azərbaycanın gözəl gülşəsi, əbədi, əzəli torpağı, Qarabağa belə bir iştahları var. Bəli, tamamilə doğrudur. Bəli, zamanında Ulu Öndər bunu çox gözəl anlamış, çox gözəl bilirdi. Qarabağın milliləşdirilməsi, burada abidələrimizin qoyulması, qurulması, milli ruhun, yəni biz burada müxtəlif festivalların, muğam festivallarının, Xarı Bülbül festivalı xüsusi olaraq qeyd etmək istəyirəm, keçirilməsi. Yəni buna qədər Ulu Öndər detalları ilə bu ərazilərin erməni xislətindən qorunmasına çalışırdı. Amma nəticə etibarilə biz belə bir tarixi kəsimə gəldik, çıxdıq ki, Perestroyka dövrü gəldi, Sovetlər Birliyinin dağılması və bizim Ermənistanda yaşayan əhalimizin olmazın əziyyətlərə məruz qalması. 87-ci il orada yaşayanlar... 4-cü deportasiya. Bəli, bu 4-cüdür. Dünyada nadir xalqdır ki, 4 dəfə. Amma qanlı deportasiya, amma qanlı deportasiya. Mən qayıtmaq istəmirəm o qanlı tarixə, istəmirəm yenə ürək ağrıtmaq və oradakı o qanlı cinayətləri bir-bir sadalamaq. Yəni biz bu səhifəni bəlkə də tarixin öhdəsinə buraxıb gəlirik. Amma bugün Qərbi Azərbaycanlıların bu torpaqlara qayıdış hüququnun tanınması artıq bu həm BMT səviyyəsində öz həllini tapmalıdır. BMT-nin qaçqınlar üzrə ali komissarlığı var ki, bu çağırış etməlidir. Biz düşünürük ki, eyni zamanda BMT-nin ali məhkəməsi var ki, insan haqları ilə bağlı məsələləri araşdırır, diqqətini yönəltməlidir bu sahəyə. Çünki söhbət 1-2 nəfərin yox, biz böyük bir qism, biz hələ bir deportasiyadan danışırıq və geriyə dönmürük, sonuncu deportasiyadan danışırıq ki, burada artıq biz çoxminli insanların bu ərazilərdən qovulmasından və mən bunu qovulma da deməzdim, bu etnik təmizlənmədir, cinayətdir. Burada biz, yəni yenə deyirəm, bu qanlı tarixi bəlkə də bugün biz yenidən təkrar yada salmaq istəməzdik. Sırf o baxımdan ki, biz 2020-ci ildə böyük qələbə çaldıq və artıq qisasımızı almışıq düşməndən döyüş meydanında. Azərbaycan prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında həmin o sizin söylədiyiniz kimi konvensiyaların yerinə yetirilməmiş beynəlxalq hüququn norma və prinsiplərini biz döyüş meydanında yerinə yetirərək bütün dünyaya göstərdik ki, bu mümkündür. Bu mümkündür. Sadəcə olaraq Dünya Birliyi bir istək qoymalıdır ortaya. İkili standartlarla yanaşmamalıdır. Fərqli rakursdan baxılmamalıdır. Çox təşəkkür edirəm. Həqiqətən də belə Sevil xanım bir halda ki, siz deportasiya, etnik təmizləməyə toxundunuz. Ona görə bunu biraz tamaşaçılarımız üçün və xüsusilə də bizim proqramlara Ermənistan ictimaiyyəti də baxır. Baxın, Qərbi Azərbaycan qaçqınını
hansısa da ölkədə, məsələn, Suriyadanmı, İraqdanmı, başqa Əfqanistandan gedən qaçqınlarla müqayisə etmək doğru deyil tamamilə, düzdürmü? Təbii. Çünki bunlar elə bir nəsə olub gəlməyiblər müharibəmi, nəsə siz çox gözəl vurladınız. Biz 87-ci ildə heç Qarabağ problemini yaşamırdıq. Heç bilmirdik Ermənistanda nələr baş verib. Birdən-birə qısa müddət ərzində, bir neçə həftə ərzində 300 mindən çox Qərbi Azərbaycanlı, yəni bizim əziz soydaşlarımız, etnik Azərbaycanlıları, onlar deməli deportasiya, etnik təmizləməyə, soyqırma, özdə bir əsrdə görün 4 dəfə 1905, 7, 18, 21, 47, 53 və sonuncu. Və bu Qərbi Azərbaycanlılara beynəlxalq təşkilatlar hətta xüsusi status verməlidirlər. Çünki görün bu beynəlxalq hüququn neçə subyektinə faciə yaşayıblar. Haqlısınız. Və bizim adını çəkdiyimiz, bugün qeyd olunan həmin o deklarasiyanın 14-cü bəndi məhz qaçqınlarla bağlıdır və onların qayıdış hüququnun tanınmasıdır. Amma biz hüquqi aspektlərinə baxanda elə həmin konvensiyadakı müddaanın görürük ki, burada özü ərazini müəyyən səbəblərdən tərk etmiş qaçqınlardan söhbət gedir. Yəni, burada hansısa siyasi sıxlamalara görə baş vermiş konfliktlər nəticəsində sizin qeyd etdiyiniz kimi insandır, yaşayış şəraitini dözə bilmir və ərazini görən təhlükəni görür və ərazini tərk etmək məcburiyyətində qalır və yaxud da ki, hansısa bir siyasi iradə göstərir, həmin dövlətin siyasi qanunlarına uyuşmaq istəmir, narazılığını bildirir və rastlaşdığı deməli çətinliklərə görə ölkəni tərk edir. Amma məsələ burasındadır ki, biz Qərbi Azərbaycanla bağlı məsələdə bu statusdan danışmırıq. Bu fərqli bir statusdur. Burada insanlar deportasiya olunub sırf milli mənsubiyyətinə görə. Və xatırinizdədirsə, burada genosid faktoru 87-ci ildə Qarabağ yox, birinci genosid faktorunu irəliyə gətirirlər və sonradan hətta söylədilər dövlət səviyyəsindəki Azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz. Yəni, türklər deyirdilər, o türklərlə ermənilər bir yerdə yaşaya bilməz. Yəni, bu cür etnik zəmində ərazilərin boşaldılmasını apardılar və çox qanlı şəkildə, yəni bu baş verdi söylədiyimiz kimi. Və bu status isə biz yəni beynəlxalq hüquqa müraciət edirik. Qaçqınlarla bağlı konvensiya var, 51-ci il konvensiyası. Eyni zamanda digər sənədlər var ki, beynəlxalq hüquqda müxtəlif öz təsvirləri var, amma elə soyqırım haqqında BMT konvensiyasında da bu məsələlər hamısı toxunulur. Amma biz bu məsələ ilə bağlı, bu statusla bağlı, yəni əslində Qərbi Azərbaycanlıların statusu necə olmalıdır məsələsinin cavabının biraz açıq qaldığını görürük. Və bir məsələni də qeyd etmək istəyirəm ki, o zaman Qərbi Azərbaycandan didərgin salınmış, qovulmuş bizim soydaşlarımız qaydanda onların vətəndaşlığı denonsasiya olunmamışdı. Yəni, Ermənistan onları vətəndaşlıqdan çıxartmamışdı. Və onlar Ermənistan vətəndaşı olaraq qayıtdılar. Və beynəlxalq hüquqda da məhz vətəndaşın öz ölkəsinə qayıdış hüququ tanınır. Biz düşünürük ki, bax, biz bu nöqtədən də çıxış edərək öz hüquqlarımızın, yəni vətəndaşlarımızın, soydaşlarımızın hüquqlarının qorunmasına çalışmalıyıq. Əvvəlan mülkiyyət hüquqları pozulubdur, onların torpaq hüquqları pozulubdur, elementar insan haqları pozulubdur, təhsil hüquqları pozulubdur, uşaqların, qadınların, yəni bütün yaşlı insanların, yəni bunların hamısına dair BMT-nin kifayət qədər konvensiyaları var ki, ümumilikdə, yəni söylədiyimiz deklarasiyanın irəli gələn müddaların yerinə yetirilməsi üçün bu konvensiyalara qoşulmuş ölkələr onun müddalarına da riayət etməli, yəni norma və prinsiplərini gözləməlidirlər. Və biz indi yenə də o nifrət səhifəsini çeviririk. Biz düşünürük ki, biz artıq sülh prosesinə daxil olmuşuq. Kiçik bir ərazidir bu bölgəmiz, daha doğrusu biz bölgədə. Və düşünürük ki, yəni indidən sonra, yəni biz də burada yaşayacağıq, Ermənistan da buradadır. Gələcək nəsillərin təhlükəsiz yaşaması naminə biz düşünürük ki, biz artıq barış mövqeyini tutmuşuqsa, yəni madəm ki biz... Və barış əlini də Azərbaycan işğala məruz qalan ölkənin dövlət başçısı uzadıbdır. Və bu qədər cinayət səhifəsini, yəni biz artıq tarixə çevirirsə, unutmuruq təbii ki, amma tarixə çevirirsə və yenə də irəliyə baxırıqsa böyük bir xalq olaraq, yəni belə olan halda Ermənistan tərəfindən də Qərbi Azərbaycanlıların qayıdış hüququ təmin olunmalıdır. Və biz
həmin ərazilərdə artıq yəni məskunlaşmanın da olmamasına bağlı məlumatımız var. Yəni bu ərazilər əbədi, əzəli Azərbaycan torpaqları olub. Bunlar aborigen əhalidir. Yəni köçürülmüş əhali deyil, bu oranın əzəli əhalisi olublar ki, onların orada mədəni irsi var, onların orada tarixi irsi var və bu irsi dağıtmaqla tarixi silmək də mümkün deyil. Axı bu insanlar qalır və bu o qədər də uzaq, yəni tarix o irsin daşıyıcıları yaşayır. Bəli, onlar yaşayırlar. Onlar bugün də kəndi necə adlandırdığını, yəni hörmətli Əziz müəllimin kitabı da var, orada toponomika yerlərin adlarını bir-bir çəkir. Əziz Ələkbərli hörmətli həmkarımız ki, necə adlanıblar. Yəni belə şahidlərin olduğu bir dönəmdə axı bu tarixi necə danmaq olar? Ona görə də biz düşünürük ki, bu insanların qayıdışı və ləyaqətli daş elə həmin konvensiyadan doğan müddalara uyğun olaraq təmin olunmalıdır və beynəlxalq birlik də buna sadəcə olaraq yardım göstərməlidir. Biz artıq torpaq bütövlüyü və yaxud da ki, işğalçını dayandırma, suveren hüquqlarımızın bərpa olması, biz bu tələblərlə çıxış etmirik və çox gözəl ki, çıxış etmirik. Biz sadəcə olaraq hər iki xalqın sülh və əmin-amanlıq şəraitində gələcəkdə Cənubi Qafqazda birgə yaşayışı, iqtisadi dirçəlişi, ümumilikdə regionumuzun gələcəyi üçün və dünyanın təhlükəsizlik sistemində oynaya biləcəyi o potensialından düzgün istifadə etməsi üçün beynəlxalq birliyi də bu məsələdə belə deyək ki, bir hərəkət verici qüvvə olmağa dəvət edirik və düşünürük ki, madəm ki, biz birbaşa kontaktlara başlamışıq, niyə görə Qərbi Azərbaycandan olan soydaşlarımızın bir qrupu Ermənistana dəvət olunmasın? Niyə görə onlar üst səviyyədə qəbul olunmasınlar? Bəli, orada da Azərbaycandan köçən şəxslər var. Yəni, bunu da biz söyləyəm. Niyə görə bu təmaslar qurulmasın? Niyə görə biz, bilirsiniz, axı onlar miqrant kimi gəlməyiblər bura. Onlar orada böyük bir tarixlərini, ata-babalarının qəbirlərini qoyub gəliblər. Onlar orada öz nəslinin tarixini qoyub gəliblər, ruhunu qoyub gəliblər. Axı insanların hüquqlarını bu şəkildə aşağılamaq və yaxud da ki, onu incitmək nə dərəcədə düzgündür və biz əgər bugün bütün dünyada müxtəlif coğrafiyalarda tapdalanmış insan haqlarının bərpası üçün necə böyük bir manifest yaşandığını görürüksə, niyə görə Cənubi Qafqazda belə deyək, bütün işlərin həll olunduğu və son bir final mərhələsinə çatdığı dönəmdə sadəcə olaraq kiçicik bir dəstəklə mən düşünürəm ki, bu məsələnin həlli mümkündür. Ona görə də beynəlxalq birlik də düşünürəm ki, bu məsələdə bir vasitəçi olmağa, bir təkan verici qüvvə olmağa, hər iki tərəfdə eyni zamanda etimad mühitini formalaşdırmağa səy göstərməlidir. Və niyə görə bu vacibdir? Biz indi bilirsiniz, dildə qayıtmalıyıq demək çox asandır, amma qayıdışdan sonra bəli, bu insanlara bir psixoloji yardım da olmalıdır. Onlar özlərini tam təhlükəsiz mühitdə hiss etməlidirlər və qayıtdıqdan sonra onlar bundan sonra bir daha diskriminasiyana rastlaşmadıqlarını, onlara qarşı hansısa bir bu və digər şəkildə hüquqlarını poza biləcək addımların atılmaması ilə bağlı da qarşı tərəfdə zəmanət olmalıdır və biz bu zəmanəti təkcə kağız üzərində bağlanmış müqavilələr üzərində olmasını da tərəfdarı deyilik. Bizim üçün çox vacibdir ki, bu reallıqda insanların ruhunda, məişətində, davranışında da hiss olunsun. Ona görə də bu böyük bir işdir. Biz bunun əlbəttə ki, bu əzəmətini də indidən görürük, amma qayıdış hüququmuzun bərpa olunması da əqidəmizdir. Və inanırıq ki, bu tezdə baş verəcək. Bax, siz çox gözəl dediniz, etimad mühitinin yaradılması. Yəni, Azərbaycan dövlətinin başçısı, Azərbaycan xalqını təmsil edən prezidentimiz erməni xalqı üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin onlar üçün necə deyirlər, gələcəyinin təminatsız olduğunu sübut edən addımlar atdı. Bir, Qazaxstanda rəsmi dövlət səfərində olanda Rusiyadan və Qazaxstandan keçən taxıl necə deyirlər, yükünü dəmir yol xətlərinə gedən, biz bilirsiniz ki, uzun illərdir sanksiyadaydı Ermənistan işğal faktoruna görə. Prezidentimiz onu götürdü və indi əvvəlcə böyük maliyyə tutumu tələb edən taxıl yükü çox asanlıqla Azərbaycandan getdi. Yəni, bu da nədir? Erməni xalqına dəstək oldu da. Çünki çörək ən strateji məhsuludur da. Təhlükəsizlik, hər bir ölkənin təhlükəsizlik doktrinasında. Və eləcə də bu yaxınlarda da bir neçə gün bundan öncə də
neft məhsullarının Gürcüstandan Ermənistana getməsinə icazə verildi və eyni zamanda hətta Gürcüstan da bir jest etdi ki, biz onun üçün Azərbaycandan Ermənistana gedən neftin kömrük haqqı, torpaq haqqı, rüsum götürülməyəcəkdir. Yəni, görün nə qədər Azərbaycan dövləti erməni xalqı üçün, elə erməni dövləti üçün nə qədər belə etimad mühitinin yaradılması üçün belə bir böyük humanist addımlar, jestlər etdi. Bax, mən onu başa düşməlilər. Bax, bunun haqqında. Təbii ki, Məlahət xanım. Və bilirsinizmi, əslində Azərbaycan dövlətinin bugünkü gücü, bugünkü imkanları, nüfuzu, regionun aparıcı dövlət olması, lider dövlət olması, yəni bu təkcə bizim düşüncəmiz deyil, bizim daxildəki hissiyatımız deyil, eyni zamanda beynəlxalq birlik tərəfindən qəbul olunan və bəyan olunan statusudur. Və belə bir qonşusu olmağın özü də hardasa bir şans deməkdir. Və bugün Ermənistan əgər Azərbaycanın simasında belə bir qonşu qazanıbsa, yəni biz konflikt səhifəsini çevirəndən sonra biz öz torpaqlarımızda suveren hüquqlarımızı tam və bir dəfəlik bərpa etdikdən sonraki dönəmi nəzərdə tuturam. Niyə görə Ermənistan bu situasiyadan mı deyək, yaranmış bu reallıqdan niyə görə düzgün faydalanmasın? Yəni uzun illər biz onu da söyləməliyik ki, Ermənistan müstəqil ölkə olmuyor. Bunu biz demirik, bunu ölkənin baş naziri deyir ki, biz indi müstəqil olmağa başlamışıq. Biz indi suverenliyin nə olduğunu dərk etməyə başlamışıq. Biz indi konstitusiyamızı dəyişməliyik və dərk eləməliyik ki, ölkəmiz harda başlayır və harda qutarır. Sərhədsiz ölkə olmur. Nə olsun ki, onlar Azərbaycan torpaqlarını işğal etmişlər. Amma sərhədsiz ölkə idilər, heç onların sərhədini tanımırdılar. Sadəcə onlar cəbhə xətti var idi. Bax, bu dövlət demək deyildir. Və belə dövlətlə kim belə də işbirliyinə gedər, əməkdaşlığa gedər. Elə ona görə də blokada vəziyyətində yaxınlıqda Türkiyə əzəmətli bir ölkədir. NATO ölkəsidir. Qərbin ən belə deyək 65 ildən çox 70 ilə yaxın böyük bir tərəfdaşıdır. Keçmişi olan qocaman bir dövlətdir. Zəngin dövlətdir. Avropaya açılan qapıdır. Şərqə açılan, Afrikaya açılan qapıdır. Və belə bir qonşu ilə sərhəddə olmasına baxmayaraq, Ermənistan bugün iqtisadiyyatı zəif bir ölkə kimi tanınır. Beynəlxalq hüquqda, bəli, bugün indi biz o siyasətə girmirik, amma ki, beynəlxalq müstəvidə onu bu və ya digər şəkildə təşkilatlara cəlb etmək istəkləri var. Amma onun üçün axı ölkənin özünün də bir belə deyək obrazı olmalıdır ki, müstəqil, suveren, siyasi, xarici siyasət kontrolları məlum belə bir ölkə olmalıdır ki, dayanıqlı bir siyasət olmalıdır. Bəli, bununla bir hansısa səviyyədə iş görmək mümkün olsun. Və indi baxın, TRIP layihəsi. Bu əslində kimin yaratdığı reallıqdır? Azərbaycan prezidentinin və cənab prezidentin şəxsiyyətinə verilən dərin hörmətin təzahürüdür. Və belə olmasaydı Birləşmiş Ştatlara Ağ Evə dəvət olunmaz. Yəni Paşinyan və Ermənistan üçün bu belə deyək, heç belə yuxuya gəlməyən, heç belə röyalarında görə bilməyəcəyi bir reallıq idi. Belə deyək də, Ermənistan Amerika üçün rentabelli bir əmək partner ola bilməz. Azərbaycanın o rentabel, Azərbaycanın o strateji bir partner. Uzun illər Rusiyanın təsiri altında olan bir ölkədir. Bugün də onların logistika sahəsində çox böyük problemləri var və bugün onlar açıq şəkildə deyirlər ki, Zəngəzur dəhlizinin açılması da, yəni siyasi rəhbərlik bunu etiraf edir ki, əslində Ermənistan bir dünyaya açılacaqdır. Çünki buna qədər onların açılımı olmayıbdır. Sadəcə olaraq Gürcüstan vasitəsilə Rusiyadan təchizatlarla təmin olunublar. Eyni zamanda siz az əvvəl qeyd etdiniz enerji təchizatı məsələsi. Bir mənalı şəkildə 100%, yəni burada 1% söhbətidir, 100% Rusiya tərəfindən onun elektrik enerjisi təmin olunur. Axı belə ölkə nə vaxt öz müstəqilliyindən, müstəqil siyasətdən danışa bilər. Bəli, qərar qəbul etməkdən danışa bilər. Ona görə də bax, belə bir çətin vəziyyətdə olan ölkəni Azərbaycan əslində xilas edibdir. Yəni, mən düşünürəm, tarix də nəinki Ermənistan, tarixin özü də minnətdar olmalıdır Azərbaycana ki, əslində fərqli bir reallıq yaradıbdır Cənubi Qafqazın ümumilikdə həyatında. Və ona görə də Ermənistan yaranmış reallıqları dəyərləndirib, bundan sonra Azərbaycanla sülh şəraitində yaşamaq üçün bütün maneələri aradan qaldırmalı. Konstitusiyanın dəyişdirilməsi, bu bir mənalı şəkildə Azərbaycan dövlətinin və Azərbaycan prezidentinin iradəsidir. Biz bunu tələb kimi irəli sürmüşük. Bu şərt deyil, tələbdir. Eyni zamanda düşünürəm, ikinci adım isə Qərbi Azərbaycanlıların hüquqlarının təmin olması məsələsinin həyata keçirilməsidir. Çox təşəkkür edirəm Sevil xanım. O qədər ətraflı, o qədər gözəl, aydın danışdınız ki, həqiqətən sizin
bütün bu ətraflı danışığınıza yekun olaraq deyərdim ki, sizin sözünüzün, çıxışınızın, bu təqdimatınızın ruhu, canı oldu ki, sülh danışıqları Azərbaycan və Ermənistan iki dövlət arasında münasibətlərin normallaşması ilə bağlı imzalanacaq, daha doğrusu paraflanmış sənədin imzalanacağı sənəddə, yəni Qərbi Azərbaycanlıların qayıdışı o sülh sazişinin bir tərkibi olacaq. Yəni ki, daha sülh imzalandı, sizinki sizdə, bizimki bizdə məsələsi deyil. Qərbi Azərbaycanlıların öz doğma yurtlarına qayıtması və orada etnik ermənilər kimi bərabər hüquqlu yaşaması bu elə sülh sazişinin bir parçası ola bilər və mən də sizin sözünüzdə qoşuluram ki, və gözləyirik ki, yaxın vaxtlarda uzatmadan Ermənistan rəsmi İrəvan Qərbi Azərbaycan icmasının təmsilçilərini qəbul edəcək, soruşacaq ki, nə lazımdır, nədir? Yəni bizim bu icmanın fəaliyyəti və yaxud da ki, bu 300 min qovulmuş, deportasiya məruz qalmış, etnik təmizləməyə məruz qalmış bu Azərbaycanlılar nə istəyir və onlara Ermənistanda, onlara necə deyirlər, beynəlxalq hüquq çərçivəsində ləyaqətli həyat tərzinin qurulması ilə bağlı. Yəni biz də gözləyirik ki, sizin sözlərinizdə də çox belə aydın xətlə getdi. Təşəkkür edirəm, minnətdaram. Mən təşəkkür edirəm. Çox təəssüf ki, sizinlə saatlarla danışmaq olar, amma efir vaxtımız, bizə ayrılan vaxt bitir. Hörmətli tamaşaçılar, bizə ayrılan efir vaxtı qeyd etdiyim kimi bitir, başa çatır. Həm sizin adınızdan, həm də proqramımız adından hörmətli qonağımıza, millət vəkili Sevil xanım Mikayılovaya təşəkkür edirəm. Çox sağ olun. Biz yəqin ki, sonraki proqramlarda da sizinlə görüşəcəyik. Çox sağ olun, var olun.